16 fevral 2025-ci il tarixində olan magistr imtahanının suallarına baxırıq. Birinci sual. Sahələrə həqiqi ədədləri daxil etmək üçün verilənlərin hansı tipindən istifadə olunur? Təbii ki, number tipindən. Siz baxarsınız variantlara. Float görüb birdən S götürərsiniz. Olmaz. Bu Python-a aiddir. Access-ə aidiyyatı yoxdur. Baxaq digər variantlara. B. Currency bilirik ki, bu nədir? Bu pul vahididir. Bu olmaz. D variantı avtonumber. Bu avtomatik nömrələmədir. D də deyil. Y isə bu da Python-a aid olan bir tipdir. Integer, tam ədəd tipdir. Ona görə Y də olmaz. Mən burada sizə Access-də sahə tiplərini yazmışam. Bunları qeyd kimi götürə bilərsiniz. İkinci suala baxırıq. Raster təsvir 8 rəngli palitranın köməyi ilə yaradılarsa, bu təsvirin bir pikselinin informasiya tutumunu müəyyən edin. Əgər palitrada 8 müxtəlif rəng varsa, yəni rəng çaları 8-ə bərabərdirsə, rəng dərinliyi isə 2/3 olacaq. Yəni biz rəng dərinliyini götürürük nə? 3 bit olaraq qəbul edəcəyik. Cavab olacaq C variantı. Üçüncü suala baxırıq. İlkin proqramı maşın dilinə çevirən proqramı müəyyən edin. Bu, təbii ki, nədir? Translator adlanır. Biz bilirdik ki, translatorların da iki növü var. Kompilyator və interpretator. Kompilyatorlar nə edirdi? Proqramı bütünlükdə çevirir. Interpretator isə proqramın kodunu sətir-sətir oxuyub çevirirdi. Burada cavab olur D variantı. Baxaq dördüncü suala. Verilənlər bazası fraqmentinə əsasən bu sorğusuna cavab verən yazıların sayını müəyyən edin. Gəlin baxaq. Deməli, fizika 50-dən böyük olanları seçirik. Bunlar hansılardır? 82, 54, 71. Yəni hansılar oldu? 1, 3 və 4. Daha sonra OR edirik. OR. Cəbir 60-dan böyük olanlar. Gəlin baxaq. 62, 74, 63 və 92. Buna da hansılar uyğundur? 2, 3, 4, 6. Yazaram. 2, 3, 4 və 6. Daha sonra nə edirəm? Daha sonra bunu ənd edirəm. Ənd edirəm. Kimyası 55-dən böyük olanlar hansılardır? 68, 56, 74 və 83. Yəni 3, 4, 5, 6. Yazıram burada 3, 4, 5, 6. OR. Biologiyası 70-dən kiçik olanlar, yəni bunu götürməyəcəm. 70-dən kiçik olanlar 23, 46 və 61. Bu da olur 2, 5, 6 nömrəli. 2, 5, 6 nömrəli. İndi gəlin birinci mötərizəni yerinə yetirək. Birinci mötərizəni yerinə yetirsək nə olacaq? Ordu birləşmədir. Yəni yazaram 1, 2, 3, 4 və 6. Mən bunu ənd eləyirəm digər mötərizənin içərisindəki ifadə ilə. Yəni indi bu ikisini mən OR eləsəm, burada nə olacaq? 2, 3, 4, 5 və 6. İndi ənd olduğuna görə hər ikisində ortaq olanlar hansılardır? Hər ikisində ortaq olanlar 3, 2, 2-dir, 3-dür, 4-dür və 6-dır. Yəni 2, 3, 4, 6. Məndən nə soruşur? Sorğusuna cavab verən yazıların sayını müəyyən eləyin. Baxıram ki, burada neçə dənə yazı var? 4 dənə. Ona görə cavab olacaq B variantı. 5-ci sual. Doğru olmayan mülahizələri müəyyən edin. Bizdən səhvi soruşur. Birinci, megabot yaddaş tutumunun ölçü vahididir, səhvdir. Bu fikir səhvdir. Yaddaş tutumunun ölçü vahidləri deyəndə bit, bayt, kilobayt, megabayt bu kimi biz ölçü vahidlərini nəzərdə tuturuq. Birinci səhvdir. Ümumiyyətlə bot nə deməkdir? Bot saniyədə ötürülən siqnal dəyişikliklərinin sayını göstərir. Bir səhvdir. Getdik 2-yə. Streamer verilənləri maqnit lenti üzərində saxlayan yaddaş qurğusu təbii ki, doğrudur. Üçüncü, skaner periferiya qurğularını idarə edən qurğudur, səhvdir. Periferiya qurğularını idarə edən proqram driverdir.
Periferiya qurğularının işini idarə edən mikrosxem isə kontrollerdir. Dördüncü, SMOS kompüter haqqında verilənlərin uzun müddətli saxlanması üçün nəzərdə tutulmuşdur. Dördüncü düzdür. Şin prosesorla yaddaş və ya kontrollerlər arasında verilənlərin və idarə etmə siqnallarının ötürülməsini təşkil edir. Təbii ki, doğru fikirdir. 6. Kontroller idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosesorla əlaqələndirir, düzdür. Hansı ki, biz bunu biraz əvvəl harda dedik? Üçüncüdə dedik ki, periferiya qurğularını idarə edən mikrosxem və yaxud qurğu nə adlanır? Kontroller adlanır. 7-ciyə baxaq. Plotter giriş qurğusudur, səhvdir. Plotter nədir? Plotter çıxış qurğusudur. Mən videonun açıqlama hissəsində link yerləşdirəcəm giriş-çıxış qurğularına aid. Oradan keçid edib baxarsınız. Deməli, bizdən nə soruşdu? Səhv olanlar. Səhv olanlar da hansılardır? 1, 3 və 7. 1, 3, 7 hansı variantdadır? B variantında. Baxaq 6-cı suala. Doğru fayl adını müəyyən edin. İndi mən sizə fayl adlarında nələrdən istifadə etmək olmaz, onları göstərəcəm. Baxın, faylların adlarında bu simvollardan istifadə etmək olmaz və bu aşağıda gördüyünüz adlardan istifadə etmək olmaz. Amma yadda saxlayırsınız. Faylın adı verilibsə, məsələn, faylın adı olsun nə? Faylın adı olsun text bir faylı olsun və amma bunun uzantısında PRN və yaxud AUX və yaxud JSON və yaxud nulldan biz istifadə edə bilərik. Bunun uzantısında olar. Təkcə bunlar, bu yazdığım qadağalar bunlar və bu təkcə faylın birinci hissəsində, ad hissəsində istifadə edə bilmərik. İndi buradan da dediyimiz qeydlərə görə, məsələn, A variantına baxsaq. Baxırıq ki, burada qoşa nöqtə var, olmaz. B variantına baxırıq. Bu uyğundur. Hələ ki uyğundur. Digərlərində niyə olmaz baxaq. Burada qadağan olunmuş işarə var. S getdi. D sual var. Olmaz. Y biz nə dedik? Faylın adında AUX-dan istifadə etmək olmaz. Y də getdi. D də getdi. Geriyə qalır B variantı. Baxaq növbəti suala. 7. Klaviaturanın home düyməsini basdıqda kursor mövqeyini hara dəyişir? Baxın, klaviaturada home-u biz əgər bassaq, kursor gedib sətrin əvvəlinə çıxacaq. Sətrin əvvəlinə. Sənədin əvvəlinə getmək üçün, sənədin əvvəlinə Ctrl Home düyməsindən istifadə edirik. Abzasın əvvəlinə getmək istəyiriksə, Ctrl üstə gəl, yuxarı ox işarəsi, Ctrl və yuxarı ox işarəsini birgə basırsınız. Bir ekran səhifə yuxarı, bu Page Up-dır. Page Up klavişidir. Səhifənin əvvəlinə belə bir heç klaviatura kombinasiyası yoxdur. Yəni Y də getdi, cavab olur bizdə nə? A variantı. 8-ci sual. Sənəddə abzas nişanını əks etdirən əmr hansı lent tabında yerləşir? Gəlin mən bunu sizə göstərim. Baxın, gördüyünüz kimi Home tabında yerləşir. Baxın, bizdən soruşduğu budur. Bizdən soruşduğu abzas nişanını əks etdirən əmr hansı lent tabındadır? Home. Belə. Cavab olacaq burada Y variantı. Baxıraq 9-cu suala. Aha, 9. Yeni təqdimatın yaradılması üsullarını müəyyən edin. Gəlin baxaq. Birinci, klaviaturadan Ctrl M düymələr kombinasiyasını basmaqla. Əgər biz bunu bassaq, burada yeni slayd yaranacaq. Bu yeni slayd. İkincidə, fayl tabında olan new əmrini icra etməklə, bu düzdür. Üçüncü, insert tabında yerləşən new slide əmrini icra etməklə, bu yeni slayd, yəni adından da göründüyü kimi yeni slayd əlavə eləyəcək. Slayd. Aha, daha sonra dördüncüyə baxsaq, slayd panelində hər hansı slaydı seçdikdən sonra enter düyməsini basmaq. Xeyr, bu da yeni slayd gətirir. 5-cidə nə deyir? Klaviaturadan Ctrl N düymələr kombinasiyasını basmaqla, bəli.
Bu da doğrudur. Deməli, doğru oldu bizdə nə? 2, 5. İndi keçirəm növbəti səhifəyə. Hələ bunun ardı da var. Hə. Quick Access Toolbar panelində olan new əmrini icra etməklə bu da düzgün sayılır. Ona görə 2, 5, 6 A variantı olacaq. 10-cu sual. Elektron cədvəldə B sütununun enini necə artırmaq olar? Baxın, biz B sütununun enini artırmaq istəyiriksə, baxın, tutaq ki, 2 dənə sütun çəkirəm. Bu olsun B, bu da olsun C sütunu. İndi mən B sütununun enini artırmaq istəyirəmsə, mən burada bunun arasında, B ilə C-nin arasında yerləşən sərhədi, bax bunu sağa sürüşdürməklə B-ni genişlədirəm. Aydındırmı? Və biz B-ni başqa cür necə genişlədə bilirik? Tutaq ki, burada da bir dənə A sütunu var. Bu A və B arasındakı sərhədi seçib sola sürüşdürməklə də mən B sütununu yəni genişləndirə bilərəm. Ona görə burada cavab olacaq nə? Cavab olacaq C variantı. 11-ci suala baxaq. 11. Doğru mülahizələri müəyyən edin. 1. Alqoritmi təşkil edən bloklar bir-biri ilə yalnız şaquli xətlərlə birləşdirilir. Xeyr, səhvdir. Həm şaquli, həm üfüqi. İkincidə, dövrlərin sayı məlum olduqda modifikasiyalı dövrü strukturdan istifadə olunur. İkinci düzdür. 3. Psevdokodda formal dillərə xas olan əmrlərin yazılışı üçün ciddi sintaksis qaydalar yoxdur. Bu da doğrudur, çünki psevdokod sadə bir dildir. 4-cüdə budaqlanma üçün əgər və nə qədər ki əmrlər tətbiq olunur. Budaqlanma üçün əgər tətbiq olunur, amma nə qədər ki olmur. Deməli, bizdə budaqlanma üçün hansı sözlər idi? Əgər, əks halda və onda olur. Deməli, nə qədər ki deyəndə biz nəyi nəzərdə tuturduq? Pythonda while-ı nəzərdə tuturduq. Bu, yəni budaqlanmaya aid deyil. Ona görə 4-cü də səhvdir. 5-də blok sxem alqoritmin təsvir üsullarından biridir, düzdür. Təsvir üsulları hansılar idi? Proqramlaşdırma dilində, nəqli formada, blok sxemlə ya da ki psevdokodla. Deməli 5-də düzdür. 6 nədir? Alqoritmdəki addımlar sonsuz sayda olmalıdır. Xeyr. Alqoritmin xassələrindən biri nə idi? Nəticəvilik xassəsi. Burada nə deyirdi? Alqoritm sonlu sayda addımlardan ibarət olmalıdır. Ona görə 6-da səhvdir. Bizdən nələri istəyir? Doğru olanları. 2, 3 və 5. Cavab olacaq C variantı. 12-ci suala baxırıq. Kompüterlərin təsnifatına görə uyğunluğunu müəyyən edin. Təyinatına görə. Biz bilirik ki, kompüterlər təyinatına görə bölünür. Universal, problem yönümlü və ixtisaslaşmış. Birə uyğundur B variantı. İkincidə. İşləmə prinsipinə görə. İşləmə prinsipinə görə kompüterlər bölünür analog, rəqəm və hibrid. Buna da uyğun variant D-dir. İstifadə olunan element bazasına görə isə elektron lampalar, yarım keçiricilər, integral sxemlər olmaqla bölünür. 3-ə də uyğun olur nə? A variantı. 12-ci suala baxırıq. 12-ci sual biraz ekrana yerləşmir deyə biraz uzaqlaşdırdım. Kompüterlərin təsnifatına görə uyğunluğu soruşur. Birinci, təyinatına görə, işləmə prinsipinə görə, istifadə olunan element bazasına görə. Baxın, A variantına verilib ki, elektron lampalar, yarım keçiricilər, integral sxemlər. Bu, istifadə olunan element bazasına aiddir. 3-ə uyğun olur A. B-də universal, problem yönümlü və ixtisaslaşmış. Bunu deyəndə biz təyinatına görə bölürdük, düzdürmü? Birə uyğun olur B. Daha sonra C-də nə deyir? Aparat, proqram və verilənlər səviyyəsində. Bu, kompüterlər uyğunluğuna görə təsnif olunanda biz bunu götürürdük. Uyğunluğuna görə. Baxın, C-ni yazıram. C-də uyğunluğuna görə olarsa. D-də analog, rəqəm və hibrid. Bu, işləmə prinsipinə görə təsnif olunurdu.
2-yə uyğun olur. D. 7 isə nə deyir? Super, mini, mikro, çox böyük, böyük, orta. Bu qabarit ölçülərinə görə təsnif olunanda bu variant olardı. Deməli 1-ə uyğun oldu B, 2-yə uyğun oldu D, 3-ə də uyğun oldu A. Burada variantların yerində səhvlik var. Yer yuxarı qalxıbdı. Ona görə burada yeni biz doğru götürəcəyik. Yəni 1B, 2D, 3A. 13-cü suala baxırıq. 18 slayddan ibarət olan təqdimat aşağıdakı parametrlərlə çapa verilmişdir. Şəklə əsasən doğru olmayan mülahizələri müəyyən edin. Gəlin baxaq. Əvvəlcə görək bizə nə qədər vərəq lazımdır. Aha. Deməli 18 dənə slayd var. Baxıram ki, aşağıda 18 slayd, deməli bir vərəqdə 4 dənə slayd var. Yəni 18-i bölürəm 4-ə. Bu da eləyir təqribi 4 tam nə qədər? Yəni mən bunu 5 vərəq olaraq götürürəm. Burada 5 dənə vərəq lazımdır. Print one side, yəni deyir bunu bir üzlü çap elə. Ona görə heç mən əl vurmuram. 5 vərəq olaraq da qalır. İndi bu 5 vərəqdən də hərəsindən 4 dənə kopya neçə dənə eləyir? 5 vurulsun 4, bu da eləyir 20 vərəq. 20 dənə bizə vərəq lazımdır. İndi getdik yoxlamağa. Bir də nə deyir? Təqdimatın çap olunması üçün 20 ədəd vərəq tələb olunur. 1 düzdür. İkinci, təqdimat kitab vərəqi formasında çap olunacaq. Kitab vərəqidir. Xeyr. Bu baxıram ki, hansı istiqamətdədir? Albom istiqamətindədir. Ona görə 2 səhvdir. Üçüncü, təqdimat boz rəngdə çap olunacaq. Üçüncü də düzdür. 4. İlk vərəqdə təqdimatın birinci slaydı 4 nüsxədə çap olunacaq. Xeyr, bu səhvdir. Yəni ilk vərəqdə təqdimatın birinci slaydı 4 nüsxədə çap olunmur. İlk vərəqdə təqdimatın ilk 4 slaydı çap olunur. Yəni bu fikir səhvdir. 5-cidə təqdimatın çap olunması üçün 72 vərəq. Xeyr, dedik ki 20 vərəqdir. Və 6. İlk vərəqdə təqdimatın ilk 4 slaydı çap olunacaq. Tamamilə doğrudur. Biraz əvvəl dediyim fikir 6. 6 doğru oldu. Deməli, məndən nə istəyir? Səhvlər istəyir. Səhvlər hansılardır? 2, 4 və 5. 2, 4, 5 də hansı variantdadır? B variantında. Cavab oldu B. Baxırıq 14-cü suala. 256 Hz diskretləşmə tezliyi ilə 2 kanallı audio yazılır. Səs yazma 32 səviyyəli diskretləşmə ilə aparılacaq və 1 dəqiqədə 4 saniyə davam edir. Bizdən nə istəyir? Həcmini soruşur, özdə kilobaytla. Baxın, diskretləşmə tezliyi nə qədərdir? 256 Hz. 256 vur. Təbii ki, bilirik ki, necədir? Səsin həcmini tapmaq çox rahatdır. Verilənləri biz vuracağıq. 256 vurulsun deyir. 32 səviyyəli. Baxın, 32 səviyyəli deyirsə, burada yəni 32 fərqli səviyyədən istifadə olunubdur. 32 fərqli səviyyəni də kodlaşdırmaq olur 5 bitlə. Ona görə mən bunu vururam 5 bitə. Daha sonra deyir nə qədər aparılır? 1 dəqiqə 4 saniyə. Bunu da vuracam nəyə? 1 dəqiqə 4 saniyə ümumilikdə eləyir 64 saniyə. Bunu da vururam 64 saniyəyə və baxım görün başqa nəsə varmı? Xeyr. Var. 2 kanallı dediyinə görə mən bir də bunu vurmalıyam 2-yə. Əgər mono yazsaydı, onda heç nəyə vurmurdum. 2 kanallı deyəndə 2-yə vurmaq lazımdır. İndi kilobaytla soruşduğuna görə, bu da bitləndir. Kilobayta çevirəndə nə edirəm? Bölürəm 2-ün üstündə 13-ə. Bu tənliyi də həll eləsəz, ixtisar aparsaz, sonda qalacaq 20. Cavab olacaq D variantı. 15-ci suala baxırıq. Uyğunluğu soruşur. Aha, deməli 16-lıqda bizə belə bir ədəd veribdir. X məlum deyil və bu 10-luqda 183-ə bərabərdir. Mən nə edirəm? Mən tərəfləri çevirirəm 10-luq say sisteminə birincidə. Bax, B 16-lıqda neçəni ifadə edir? 11-i. Nə yazaram? Yazaram 11 vur 16 üstü 1 üstə gəl. Əgər biz 0-1-lə işarələsək də üstə gəl. X vurulsun 16 üstü 0. 16 üstü 0 da nə deməkdir? 1 deməkdir. Bu bərabərdir 183-ə. Biz bu tənliyi həll eləsək, nə alarıq? 176 üstə gəl x bərabərdir 183-ə. X da buradan bərabər olur 7-yə. Deməli, bizim buradakı x bərabər olur 7-yə. Birə uyğundur Y variantı.
1-ə uyğundur Y variantı. Burada da qeyd edirəm. 1-ə uyğundur Y. Gedirəm ikinciyə. İkincidə istəsəz 49-u 2-yə bölə-bölə də gedə bilərsiniz. Yenə vurub aça da bilərsiniz. Əgər vurub açsaq 0, 1, 2, 3, 4, 5. Bu sıfırları yazmağımızın bir mənası yoxdur. Ona görə elə bəri başdan özümüzə əziyyət verməyək, silək. Nə yazaram? 1 vurulsun. Yazaram 1 vurulsun. 2 üstü 5. Üstə gəl. 2 vurulsun. 1 vurulsun. 2 üstü 4. Üstə gəl, x vurulsun, 2-nin üstü 2, üstə gəl, 1 vurulsun, 2 üstü 0, bu da nəyə bərabərdir? Ilə 1-ə. Bu da bərabərdir 49-a. İndi buradan biz x-i gəlin tapaq. Bu cəm bizə verir 49. 49 üstə gəl nə? 4x. 4x bərabərdir 49-a. Buradan da 4x bərabərdir 0-a, x də bərabərdir nəyə? 0-a. Deməli, ikinciyə də uyğun oldu nə? İkinciyə uyğun oldu D variantı. Gedirik üçüncüyə. Bunu da eyni qayda ilə gəlin eləyək. Yuxarıda eləyim. Üçüncüdə yenə yazaram. Burada da onluqda verilibdir. 16-lığa çevirməyimizi istəyir. Burada da biz nə etməliyik? Yenə hər iki tərəfi onluğa gəlin keçirək. Əgər keçirsək, bu zaten onluqda verilibdir, amma gəlin açıq formada yazıram. Yazıram x vurulsun 10, üstə gəlinsin 9 vurulsun 10 üstü 0 bərabərdir. Bərabərdir. X vur 16 üstü 1, üstə gəl 3. Yəni 3 vurulsun 16 üstü 0, bu da zaten bizə 3 verir. Bu tənliyi həll eləyək. 10x üstə gəl 9 bərabərdir. 16x üstə gəl 3. 9 çıx 3 bərabərdir 16x çıx 12x. Buradan da 6 bərabərdir 6x-a. X də bərabərdir nəyə? 1-ə. Cavab olacaq. Bunda da C. Deməli 1Y, 2D, 3C. D variantı uyğun gəlir. 16-cı sual. Page setup lent qrupu hansı taba daxildir? Gəlin bunu da göstərim sizə. Bax, gördüyünüz kimi, bu page setup aiddir nəyə? Layout lent qrupuna aiddir. Bu səbəbdən burada cavab olacaq D variantı. 17-ci suala baxırıq. Pop 3-ün təyinatını müəyyən edin. Pop 3-ün təyinatı nədir? Gəlin baxaq. Əgər biz elektron məktubların alınması protokolu deyiriksə, burada pop 3 nəzərdə tutulur. Amma elektron məktubların göndərilməsi protokolu bu SMTP protokoludur. İndi gəlin variantlarından baxaq. Bax, birincidə yazılıb ki, A. Telekonferans protokolu. Telekonferans protokolu bu NNTP-dir. NNTP. B variantında şəbəkədə kompüterlərin ünvanlandırılması protokolu bu IP-dir. C variantı elektron məktubların göndərilməsi protokolu. Baxın, bu dedik nədir? Bu SMTP protokoludur. SMTP. D variantı verilənlərin ötürülməsinin idarə edilməsi protokolu. Bu TCP protokoludur. Və Y nədir? Y-də elektron məktubların alınması. Bu da aiddir təbii ki POP 3. Deməli, cavab oldu burada Y variantı. 18-ci sual. Müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkə arasında informasiya mübadiləsini təmin edən qurğu şlüzdür. Şlüzdür. Burada cavab C-dir. Bəs desəydi ki, eyni IP ilə işləsin, amma müxtəlif topologiyalı. Bu da olur körpü. B variantında yazılıb host kompüterlər. Bunlar nədir? TCP/IP protokolundan istifadə edən kompüterlərdir. D-yə baxsaq, modemdir. Modem nədir? Modem lokal şəbəkədən qlobal şəbəkəyə çıxışa imkan verən qurğudur. Y, UPC. Bu nədir? Fasiləsiz qida mənbəyidir. Burada cavab nə olacaq? C variantı. Baxırıq 19-cu suala. İş masasındakı fayl və qovluqları hansı göstəricilərinə görə nizamlamaq olar? Gəlin mən bunu da göstərim sizə.
Baxın, burada gördüyünüz kimi fayl və qovluqları biz nəyə görə nizamlayırıq? Adına görə, ölçüsünə görə, tipinə görə və dəyişmə tarixinə görə. İndi keçək sualımıza. Burada variantlara baxsaq, deyir başlığına avtomatik A getdi, müəllifinə görə belə bir şey yoxdur, səhifə sayına görə yoxdur. Y-də deyir çap tarixinə təbii ki səhvdir. D-də nədir? Adına, ölçüsünə, dəyişiklik tarixinə görə cavab olacaq D variantı. İndi baxaq 20-ci sualla. Deyir ki, düstur sətrində yazılmış count if funksiyasının təyinatını müəyyən edin. Count if nədir? Ümumiyyətlə saymaqdır. Amma bizə burada şərt verərək sayır. Deyir ki, əgər C1, C4 diapazonunda olan bu ədədlər 20-dən böyük olarsa, yəni C1-dən C4 aralığında hansılardır? C1-dir, C2-dir, C3-dür və C4-dür. Bu xanalarında qiyməti 20-dən böyük olan xanaların sayını tapır. Düzdürmü? Ona görə bizdə buna uyğun cavab hansıdır? A-da nədir? Qiyməti 20-dən böyük olan verilənlərin ədədi orta xeyr, təbii ki deyil. B-də deyir 20-dən böyük olan xanaların sayını tapır. C1, C4-də olmaz. Biz dedik 4 dənə xana var. C1, C2, C3, C4. İndi burada isə bizim axtardığımız cavab C variantıdır. Cavab oldu burada C. Belə, indi keçək 21-ci suala. Sənəddə 7 sətir və 5 sütundan ibarət olan cədvəl verilmişdir. Gəlin mən bunu sizə daha dəqiq göstərmək üçün şəklini çəkim. Deməli bizdə neçə dənə sətir var? 7 dənə sətir var. İndi gəlin çəkək. Aha, çəkdim. Burada 7 sətir var, 5 dənə də sütun var. Deyir ki, 3-cü və 4-cü sətirlərin bütün sütunları seçiləndən sonra merge cells əmri olubdur. Baxın, mən əgər buranı seçib merge cell eləsəm, bunun özünü bir dənə xana kimi qəbul eləyəcək. Yəni, baxın, bu formada olacaq. Yəni, göstərim sizə nəticəni. Belə bir dənə forma alacaq. İndi bunu icra edilenden sonra nə deyir? Daha sonra 6-cı sətrin ilk 3 sütunu. 6-cı sətrin 1, 2, 3, 4, 5, 6. Bax, buranın ilk 3 sütununu seçib, bax, bunları seçib, nə edibdir? Bunları seçəndən sonra bu əmri yerinə yetiribdir. Yəni, of columns nə deməkdir? 6 dənə sütun olsun, bir dənə sətir olsun. Yəni, sətir olduğu kimi qalacaq və buradan 6 dənə sütun yaradacaq. Yəni, 1, 2, 3, 4. Gördünüz? 1, 2, 3, 4, 5, 6. Oldu mu 6 dənə xana? Sonunda nəticədə cədvəlin xanalarının sayını müəyyən edin. Əgər biz xanaları saysaq, görərik ki, burada 29 dənə xana olmuş olacaq. Cavab olacaq burada nə? 29. 22-ci sual. Kontekst menyusunu aşağıdakı üsullardan hansı ilə açmaq olar? Aha, deməli, birinci klaviaturada kontekst menyu düyməsini basmaqla düzdür. Bunu əgər siz klaviaturada baxsaz, kontrol düyməsinin üzərində var bu düymədir. Bir düz oldu. Klaviaturada shift, ox düymələr kombinasiyasını basmaqla xeyr, belə bir şey, yəni bu mümkün deyil. Üçüncüdə faylın və ya qovluğun üzərində sıçanın sol düyməsini klikləməklə olmaz. Sol düyməsini biz klikləmirik burada. 4 klaviaturada Ctrl K düyməsini. Xeyr, belə bir klaviatura kombinasiyası bu düzgün deyil, 4 səhvdir. Klaviaturada Shift F10 düymələrini basmaqla, bəli, əgər mən hər hansı bir qovluğun üzərinə gəlirəm, mouse'la bir dəfə klikləyirəm. Daha sonra Shift F10 əgər basaramsa, həmin qovluğun kontekst menyusu açılacaq. 5 düzdür. 6-cıda faylın və ya qovluğun üzərində sıçanın sağ düyməsini klikləməklə, bəli, bu da tamamilə doğru fikirdir. Deməli, məndən nəyə soruşur? Elə hansı ilə açmaq olar? 1 ilə, 5 ilə, 6 ilə. 1, 5, 6 olacaq cavab. 23-cü suala baxırıq. Cədvəlin B sütununa aşağıdakı süzgəc tətbiq edilərsə, yəni bu hissəyə, B sütununa. Görək hansı süzgəc tətbiq edilibdir. Aşağı baxırıq. Burada greater than nə deməkdir? 40-dan böyük və 40-dan böyük or less than 30, 30-dan kiçik olanlar.
İndi biz bu cədvəldə 40-dan böyük olanlar hansılardır? 41, 46 və 40-dan böyük olan başqa yoxdur. Və 30-dan kiçik olanlar 15-dir, 23-dür, 22-dir, 14-dür, 24 və başqa da yoxdur. Və nəzərinizə çatdırın ki, bu böyük bərabər və kiçik bərabər işarəsidir. Yəni 40-ın özü və yaxud 30-un özü olsaydı da biz cədvəldə bunu götürməli idik. İndi biz bu süzgəci tətbiq eləyəndə burada neçə dənə xana olur? 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə xana görsənir. Əgər əslində bu sualda baxın necə bir şey var. Neçə dənə sətir əks olunmağını soruşur. Bax biz bura süzgəci tətbiq eləyəndə bax bu hissədə bəli 7 dənə xana görsənir. Amma yuxarıdakı sətir də qalır. Yuxarıdakı sətir də əslində nəzərə alınmalı idi, amma düzgün olaraq 7 dənə xana götürüblər. 23-də düzgün götürürük 7. Amma daha dəqiq desək, yəni bu birinci sətirdə biz buraya əlavə etsək 8 olacaq idi. 24-cü sual. Doğru mülahizələri müəyyən edin. Birinci, monitor daxil etmə qurğusudur. Səhvdir. Monitor çıxış qurğusudur. İkinci, qrafik planşet daxil etmə qurğusudur. Doğrudur. 3. TV tuner və bu formatlı televiziya verilişlərini qəbul edərək monitorda göstərilməsini təmin edən qurğudur. Tamamilə doğrudur. 4. CD-ROM xaric etmə qurğusudur. Xeyr, CD-ROM ümumiyyətlə yaddaş qurğusu sayılır. 5. Klaviatura daxil etmə qurğusudur. Doğrudur. 6. Web kamera görüntüləri əks etdirən xaric etmə qurğusudur. Xeyr. Və nə qaldı? Vəsə, bu qədər. Və bizdən nə soruşur? Doğru olanları istəyir. Doğru olanlar da 2, 3, 5. 2, 3, 5 oldu cavabımız. 25-ci sual. Sonuncu sualdır. Aha. Baxın, bu ünvanda yadda saxlayırıq. Birinci hissə nədir? Bura protokol. Bura protokoldur. Daha sonra ikinci hissə. Bura internet. Baba bu hissəsi nədir? Bura internet xidmətidir. İnternet xidməti yazıram. Daha sonra bu isə, bax burada olan bu hissə. Ya sayt adı deyirik buna, ya sayt adı, ya da domen adı deyirik. Ya sayt, ya da ki domen adı deyirik. İndi birinciyə HTTP. Dedik ki bu nədir? Bu protokoldur. Yəni hipermətnin ötürülməsi protokolu olur. Birə uyğun olacaq C variantı. İkincidə bu internet xidmətinin adıdır. İnternet xidmətinin adı sayılır. 2-yə A. Və bu dedik nədir? Ya domen adı, ya da sayt adı olaraq götürürük. Yəni host kompüterin domen adı Y variantı olaraq götürəcəyik. 1C, 2A, 3Y olur. Belə, bu qədər.